Değerli müştərilər, dəyərli izləyicilər, arxamda gördüyünüz 3 mərtəbəli həyət evi, şəxsi tikili 4 sot torpaq sahəsinin içində inşa edilmiş bu böyük evimiz satışa çıxdı. Xırdalanın prestijli bir ərazisində məktəb, bağça, şəhərə işləyən avtobus dayanacağı, böyük ticarət mərkəzlərinin tam yaxınlığında, şəhərin mərkəzində ideal bir sizlərə həyət evi çıxartmışam təqdimata. Baxın, görürsünüz necə gözəl həyətimiz var. Baxın, evimizin belə bir gözəl çöl görkəmi var. Kifayət qədər geniş həyət alanı. Plusda zirzəmisi var evimizin. Stil sistemimiz boiler sistemi ilə yığılıb. Baxın, belə bir həyətimiz var, yaşıllıqdır, meyvə ağaclarımızdır. Bu evdə mən ən çox həyətdə bisetkanı xoşladım dəyərli dostlar. Baxın, belə bir maraqlı bisetkamız var. Sonra istiqamətində toyuq saxlamaq üçün və yaxud da nəsə bir başqa şey saxlamaq üçün kiçik bir tövləsi var. Orada ümumi sanitar qovşağı həyət üçün nəzərdə tutulub. Burada manqalxanasıdır. Sağda bisetkasıdır. Baxın. Görürsünüz necə gözəl yaşıllıq. Sanki özünü gözəl bir istirahət güşəsində hiss edirsən. Baxın dəyərli dostlar. Burada belə bir gözəl yaşıllıq zolağımız var. İdeal bir ərazisində yerləşir Xırdalan şəhərinin. Torpağın da, evin də çıxarışı var. 3 mərtəbə 6 otaqdan ibarətdir. Axırıncı mərtəbəsi böyük bir iş otağı və böyük bir mansartımız var. Gəlin keçək evimizin əsas giriş qapı hissəsinə. Dəyərli müştərilər, bura bizim evin əsas giriş qapı hissəsidir. Əsas girişdən daxil olarkən bizi belə bir hol qarşılayır. Baxın. Görürsünüz, belə bir foyemizdir. İsti döşəmədə. İkinci, üçüncü mərtəbəyə çıxış pilləkəndir. Pilləkənin alt hissəsində belə bir gözəl şkaf bağlanıb. Evdə bəzi əşyalar qalacaq. Evə baxıldıqdan sonra əşyalar əmlak sahibi ilə danışılacaq. Böyük koridor sistemimizi solda birinci mərtəbənin ümumi sanitar qovşağıdır. Üzr istəyirəm, çamaşırxanadır bura. Burada qonaq otağımız. Baxın, belə bir geniş ölçüyə malik olan səliqəli bir qonaq otağımız var. Bu ev haqqında ətraflı məlumat almaq üçün mobil nömrəmiz var. Ekranın aşağı hissəsində qeyd olunub. Əlaqə saxlaya bilərsiniz. Həmçinin də sizin də satışda evləriniz varsa bizə müraciət eləyin. Tez bir zamanda satılmasında və video təqdimata da ehtiyac varsa yenə köməklik göstərə bilərik. Birinci mərtəbənin ümumi sanuz eli. Bura mətbəxdir. Birinci mərtəbədə yerləşir sanitar qovşağı, çamaşırxana, qonaq otağı və yataq hissəsi. Baxın, görürsünüz belə bir mətbəx alanımızdır. Geniş ölçüyə malik. Sağda yerləşir qonaq otağı, üzr istəyirəm, yataq otağı. Baxın, belə bir yataq otağımız var. Geniş ölçüsü. Bura həyətə çıxışdır. Həyəti sizə təqdim eləmişəm. Gedək evimizin yuxarı etajlarını sizə təqdimat eləyim. 3 qat monolit betondur dəyərli dostlar. Baxın, pilləkənlər qoz ağacındandır. Görürsünüz. Belə bir pilləkənimiz var. Dəyərli müştərilər, Xırdalan şəhərində, məktəbin tam yanında, 2-ci mərtəbənin koridor sistemi. Burada bir dənə böyük bir balkonumuz var. Müəyyən səbəblərdən balkona çıxa bilmirik, dəyərli izləyicilər. Baxın. 2-ci mərtəbənin hamam otağı. Yataq otağımız. Yataq otağı. Bura böyük yataq otağıdır. Normal boyda, genişlikdə yataq otağımızdır. Burada da yataq otağı. Ümumilikdə 3 mərtəbə, 6 otaqdan ibarətdir. Sonuncu olaraq sizlərə mansarı təqdim eləyəcəm.
və bir dənə də iş otağımıza. 3 mərtəbə, şəxsi tikili, sənədləri tam qaydasında olan belə bir gözəl evimiz satışa çıxıb. Xırdalan şəhərində, məktəbin tam yanında yerləşir. Baxın, bura dəyərli izləyicilər, 3-cü mərtəbədir. Böyük bir mansarlandı. Görürsünüz, geniş bir mansar və bir ədəd də iş otağımız var. Görürsünüz, burada belə bir iş otağıdır. Diqqətinizə görə, vaxtınızı bizə ayırdığınıza görə təşəkkürlər.